5 mart tarixində Özbəkistan Respublikasının Xarici İşlər Naziri Baxtiyor Saidov Azərbaycan Respublikasının Xarici İşlər Naziri Ceyhun Bayramova zəng vurub. Telefon danışığı zamanı Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisinə İran İslam Respublikası ərazisindən dron hücumlarının narahatlıq doğurduğu bildirilib. Nazir Ceyhun Bayramov qarşı tərəfə dron hücumları barədə ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan Respublikasının ərazisinə qarşı həyata keçirilmiş bu hücum beynəlxalq hüququn norma və prinsiplərinin pozulmasıdır və regionda gərginliyin artmasına xidmət edir. Azərbaycan tərəfinin baş verən hücum ilə bağlı İran tərəfindən qısa müddət ərzində aydınlıq gətirilməsinin, izahat verilməsinin və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirə salınmaz tədbirlərin görülməsinin tələb olunduğu diqqətə çatdırılıb.